xüsusilə gecikmiş, modernizasiyaya gecikmiş, westernizasiyaya gecikmiş şərq ölkələrində inkarçılıq və digər xalqların inkar edilməsi hesabına və yaxud digər xalqların mədəniyyətinin zəbt edilməsi, onların mədəniyyətinin özgəninkiləşdirilməsi və yaxud özününkiləşdirilməsi hesabına bir uydurma mədəniyyət, tarix, sənət tarixi, mədəniyyət tarixi yaratmaq, bu demək olar ki, xüsusilə şərq ölkələrinin modernizasiyaya gecikmiş İslam şərqindəki ölkələrin hamısına aiddir. Lakin xüsusilə Türkiyədə, Azərbaycan da indi Türkiyədən örnək götürmüş bir belə kopyaçı bir dövlət kimi həmin davranışları yenidən təkrarlayır və hətta bu davranışlar təkcə bugünlə bağlı deyil, bu Sovet hökuməti illərində də hətta belə bir tendensiya var idi, meyillilik var idi ki, bir uydurma millət yaradırlar və yaxud hər hansı bir milləti, bir xalqı müəyyən bir ərazidə şişirdib böyük bir mirasçı, mədəniyyətin, tarixin, mədəniyyətin mirasçısına çevirmək və Sovet hökumətinin eyni siyasəti Cənubi Qafqazda bir Azərbaycanlı adında millətin yaradılmasına töhfə verdi. Bunun bir yalan şişirtmə maşını müxtəlif qonşu və yaxud bu yerdə yaşayan, bu ərazidə yaşayan bir çox xalqların mətbəxini, musiqisini, müxtəlif qəhrəmanlarını, Babəkini, Nəbini, Qaçaq Nəbini və yaxud mətbəxindən ya musiqisindən İranmı, ya ermənimi, ya Qafqaz xalqlarının folklorundan və yaxud rəqslərindən ümumi bir bütöv yalan bir mədəniyyət tarixi yaratmaq və bunu Sovet hökuməti bu məqsədlə edirdi ki, ayrı-ayrı ərazilərdə sub millətlər və bu sub millətlər sonralar yenə də ikinci mərhələdə daha bir assimilasiya olacaq və Sovet adında bir millət olacaq, bir fəhlə milləti olacaq. Ya, o mərhələyə çatmamış Sovet dağıldı. Və bu yalançı sub mədəniyyətlər ki, indi özlərini inanırlar ki, doğrudan da bu yalandan uydurulmuş tarix doğrudan da onların varıdır. İndi həmin yalanın üzərində məcbur yaşamağa davam edirlər. Hətta Sovet hökuməti nəinki digər xalqlardan alınma, tutaq ki, tarixi şəxsiyyət, hətta ümumi obraz yaradırdı. Məsələn, Nəsimi obrazının üstündə dayanmaq istəyirəm. Ona aid edilən xarakter, xüsusiyyətlər, şeirlər, qəzəllər bir o şəxsə aid deyil. Belə bir Nəsimi obrazı ki, qəbul edilib, təlqin edilir, belə bir obraz realda, tarixdə bir nəfər heç vaxt olmayıb. Bu, birincisi həmin dövrdə, yəni 14-cü əsrdə yaşamış, 13-cü əsrin sonlarında, 14-cü əsrdə yaşamış sufi panteist müxtəlif Nəsimi təxəllüsü ilə yazıb yazmayan və əksəriyyəti Nəsimi təxəllüsü ilə yazan, bu da Bağdaddakı bir nahiyənin adı ilə bağlıdır. Müxtəlif şairlərin şeirlərininmi, ya xüsusiyyətlərininmi, Taleh
ümumiliklərini birləşdirib ümumi bir obraz Sovet hökuməti yaradır və bunu eləyir Azərbaycan şairi. Yəni bu o qədər mübahisəli, o qədər belə sual doğuran momentlər var ki, və uydurulmuş bir avtobioqrafiyası tutaq ki, belə Nəsimi haqqında. Yəni Şamaxıda doğulmağı və türk olmağı, bunlar özü artıq paradoksdur. Bunu niyəsi üstündə çox dayanmaq istəmirəm. Yəni deməli bunu Salman Mumtaz ümumi bir fraza kimi, bir ideya kimi atıb ortaya və bunun da üstündə belə elmi deməli bir sübut kimi dayandılar üstündə. Yəni Salman Mumtaz ümumiyyətlə belə Şaxandan adlı bir qəbristanlıq var. Bunu belə birdən belə özündən demişdi ki, hə Şaxandan olsun bu Nəsimin qardaşı. Deməli ki, Nəsimi Şamaxıdandır. Belə bir qeyri-ciddi bir fraza ilə. Və birincisi Nəsimin türk və fars, ərəb divanı bu özü böyük sual doğurur. Çünki sən Şamaxıda doğulmuş niyə türkcə yazsın ki 14-cü əsrdə? Çünki Səfəvilərə qədər Qafqaza türklərin kütləvi köçü gəlməyib və türk dilini burada niyə yazasan, kim başa düşəcəksən? Və bu türk dilində yazmaq, sən türk dilini bilirsən deyə yazmısan. Deməli sən türksən və deməli ki 14-cü əsrdə sən çox güman ki Hələb və yaxud Suriyanın şimalındakı Turkaman obalarındansan. Və fars dilində, ərəb dilində səlis yazmağı, lakin üslublarının tutmamağı görünür ki, bu ayrı-ayrı şairlərə məxsus deməli şeirlərdir. Lakin nəinki eyni dövrdə yaşamış müxtəlif şairlərin ümumi icmal obrazıdır Nəsimi. Hətta Türkiyəli bir araşdırmaçı var. Cahid Öztelli, səhv etmirəmsə. O deyir ki, hətta 18-ci əsrdə yaşamış Nəsimilərin də ümumi obrazlarını birləşdirib o 14-cü əsrdəki güya yaşamış bir Nəsimiyə təlqin ediblər. Bu belə və Babək obrazı tamamilə tarixdən çıxardılıb və tamamilə sovetləşdirilmiş, tamamilə başqa bir, yəni Sovet tarixdə belə bir Babək yoxdur. Sasani dünya görüşü uğrunda mübarizə etmiş Babək və fəhli Azərbaycanı uğrunda, güya işıqlı gələcək uğrunda döyüşən bir Babək, belə şey yoxdur. Azərbaycan onu tələffüz edə bilmirdi belə şey. Və Xətai məsələsi. Bir Gəncalp adında bir araşdırmaçı, jurnalist var idi. Müxtəlif mənbələri fars dilində, ərəb dilində oxumuşdu. Və onun gəldiyi qənaətdə Səfəvi şahı, Şah 1-ci İsmail Xətai ümumiyyətlə Azərbaycan dilini bilmirdi və onun Azərbaycan dilində yazdığı şeirlər onun həmin Səfəvi şahı, Səfəvi 1-ci İsmaila aid deyil ümumiyyətlə. Səfəvi 1-ci Şah İsmaila aid edilən şeirlərin böyük əksəriyyəti indi də Türkiyənin Hatay əyaləti var. Həmin Hataydan çıxmış, Hatayda fəaliyyət göstərmiş, Hatay civarında yaşamış 12, minimum 12 elmə məlum olan şair, yenə sufi, panteist şairlərdir. Bunlar əsasən əlbəttə ki qızılbaşdılar və onların yazdığı, Turkaman şairlərin yazdığı deməli şeirlərdir. Yenə də başqa-başqa dövrlərdə yazılmış şeirlərdir. Səfəvi şahından əvvəlki əsrlərdə yazılmış şeirlər, xüsusilə Yunus İmrənin dövründə yazılmış deməli şeirlər gətirilib 1-ci Səfəvi şahı 1-ci İsmaila Xətaiyə deməli aid edilir. Bu hələ yaradılmış ümumi bu yalan tarixinin
çox belə xırda bir heç hissəsi də deyildi, çox üzdən bir hissəsi idi.